Ailə üzrə 4 nəfər. Deyəsən yemək zəhərlənməsindən zadından olub. Ya nədənsə. Bu gün də saat 4-də buraxıblar. Biraz özlərinə gəlib buraxıblar. Başqa gedib evdə gediblər, biraz qalıblar. Sonra uşaq nəsə özünü pis hiss eləyib. Ondan sonra götürüb gəlmişik bura. Burada da həkimlər nə qədər səy elədilər. Hamısı bir ailənidir, cavan ailədirlər. 2 qızdır, bir anası, bir oğlu. Oğul indi rəhmətə gedib, qızlar da göndərdi, gətirsinlər bura. Nəzarətdə qalsın, Nacildə. Tamam. Azadara geçsin. Geç sen yukarı. Kimindi ki bu? Buraya gelsin götürsün de her kim? Meryem araya gitti. Bu bize ne derdi mesela ileride ki var mı? Olsun.